أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Allah Teala Kur'an-ı Kerim Zariyat suresi 55. ayette buyurur ki: "Vezekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq möminə fayda verir. Peyğəmbər sallallahu aleyhi və səlləmə peyğəmbərlik verilməmişdən öncə Nur dağındakı Hira mağarasına gedərdi. Və orada düşünərdi, fikirləşərdi, göylərə baxardı, yerlərə baxardı və bu qədər şeyin boş yerə yaradılmaması barəsində təfəkkür edərdi, düşünərdi. Və hər bir insanın üzərinə düşən əməl də elə budur ki, insan özü barəsində düşünsün. Nə üçün yaradıldığını düşünsün. Məyər insan yeyib içmək üçünmü yaradıldı? Məyər insan ailə qurub, çoxalıb, sonra ölüb getmək üçünmü yaradıldı? Yoxsa ki, insan evlər tiksin, villalar tiksin, böyük binalar tiksin, işləsin, yorulsun, sonra ölüb getsin, bunun üçünmü yaradıldı? Yoxsa gəlsin, danışsın bu dünyada, danışsın, yesin, gütsün və çıxsın, geçsin, onun üçünmü yaradıldı? Yəni, insan bunu özü oturduğu halda düşünməli. Allah-u Teala məni nə üçün yaradır? Fikir versəz, yeryüzündəki bütün yaradılan məxluqlar insana xidmət edir. Fikir, bu boyda günəş çıxır, təsəvvür, günəşin şüası olmadan insan yaşaya bilməz. İnsanın yaşaması üçün bitkilər bitməz. Və həmçinin Allah-u Teala bu qədər gecəni bizim üçün ördür. Və bu qədər heyvanları Allah-u Teala bizə xidmət üçün yaradır. Fikir, qəlbi Allah-u Teala bizim həyatda qalmağımız üçün, nəfəs almağımız üçün, bütün əzalarımızı hərəkət etdirməsi üçün, qanı bütün hər bir yerə pompalayıb çatdırması üçün Allah-u Teala bizə verir. Bunun ki, nə qədər nimətlər verir. Yaxşı, bunları verməkdəki səbəb, hikmət nədir? İnsan bunun barəsində heç düşünürmü? Allah'ın izni ilə bunun barəsində və insanın nə üçün yaradılması barəsində Allah'ın izni ilə mövzularımız olacaq. Allah-u Teala bu barədə Qur'anda buyurur ki: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yarattım. İnsanın yeganə yaradılmasındakı məqsəd var, o da Rəbbinə ibadət etməsidir. Bu qədər peyğəmbərlərin göndərilməsi, bu qədər kitabların göndərilməsi və bizdən qabaqki ümmətlərin məhv edilməsi boş yerə görə deyil. Allah-u Teala Qur'anda buyurur ki, biz bir qövmə xəbərdar edici, onları Allahın əzabından qorxudan, Allahın ayələrini onlara çatdıran bir peyğəmbər göndərmədən o qövmü məhv eləmədik. Heç kəs boş yerə məhv olunmuyor. Peyğəmbər s.ə.v bizim ümmətdən qabağa Lut qövmü olub, Salih aleyhissalamın qövmü olub və həmçinin Nuh aleyhissalamın qövmü olub. Nə qədər qövmlər gəlib keçir, fikir və Allah-u Teala onları necə həlak edib, hansı əməllərinə görə həlak edib, bunu bilmək lazımdır. Qorxmaq lazımdır ki, onlara baş verən bizə də baş verir. Bundan qorxmaq lazımdır. Və bunun başlanğıcı da elə insanın nə üçün yaradıldığını bilməsidir. Allah-u Teala insanlara peyğəmbəri nə üçün göndərdiyini bilməsidir insan. Allah-u Teala insanlara peyğəmbər göndərməyindəki yeganə məqsəd Allah-u Teala'nı ibadətdə təkləşdirmələridir. Çünki insan elə bir varlıqdır ki, mütləq onun nəfsi, onun fitrəti ibadət etməyə bir şey axtarır. Baxırsan ki, Allahı tapmayan daşa, oda, bütə, ağaca, qəbrə, başqa şeylərə ibadət edir. Allah-u Teala bizə əmr edir ki, yalnız özünə ibadət edin. Ona heç bir şey şərik qoşmayın. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: İnnallah
Həqiqətən Allah la yaghfiru en yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah da özünə şirk qoşulmağı əsla bağışlamaz. Ancaq istədiyi şəxsə bundan aşağı günahları bağışlayar. Ən böyük günah insanın Rəbbinə şərik qoşmasıdır. Allah-u Teala'nın bağışlamadığı günah budur. Misal üçün, yəni Allahın misalı daha üstün bir misaldır. Yəni dünyadayken bir misal çekim size. Fikir verin, bir insan şirket kurub, əziyyət çəkir. Ta sıfırından ta büyük bir şirkete çevrene kadar. Ve oraya işçi götürüp ve hemenki işçinin icazeye ihtiyacı var ve maaşı veren, yemeği veren, evi aparıp getirmeyi hizmeti, yani maaşı teşkil edən ve bütün sıkıntılarını yardım eden hemenki şirket müdürüdür. Ve icazə lazımdır. İcazə lazım olduğu zaman gedir kimin yanına? Hemenki şirketin bağbanının yanına gedir, deyir ki, mənə icazə ver. Mənə bir həftəlik icazə ver. Misal üçün fikirləşin. Yani ve gedir, bir həftədən gəlir ve müdür soruşur, haradasan, deyir ki, bağbandan icazə almışdır. Müdür onu bağışlayar. Yani deyir ki, bu kadar əziyyət çeken bu şirketi kuran, sana maaş veren mənəm. Yani sen gidip bağban kimdir ki, ondan icazə istəyirsən? Fikir ver. Yani her şeyi yaratan, her şeyi bizim için nizamlayan, bize bunu ikram eden Allah-u Teala elə ibadeti layık olan da odur. Bu mevzu barəsində götürəsiz. Allah-u Teala bütün peygamberlerini gönderilmesindeki məqsədi tövhiddir. Tövhid. Tövhid nədir? Tövhid vahhədə yuvahhidu, təkləşdirmək mənasına gəlir. Şəri mənası isə Allah-u Teala'nı özünə məxsus, özünə xüsusi olan əməllərdə Allah-u Teala'nı təkləşdirmək. Yaratmaqda və həmçinin idarə etməkdə, ruziləndirməkdə, ibadətdə və həmçində ad və sifətlərdə Allahı təkləşdirmək. Və bu da alimlər tövhidi 3 qismə bölmüşdür. Tövhid, ər-rububiyyə, tövhid-i uluhiyyə və tövhid ad və sifətlər. Və biz tövhid-i rububiyyəni götürəsiz. Tövhid-i rububiyyə nədir? Tövhid-i rububiyyə Allah-u Teala'nı yaratmaqda, mülk sahibi olmaqda və həmçinin tədəbbür, yəni bütün işləri idarə etməkdə Allah-u Teala'nı təkləşdirmək. Birincisi, Allah-u Teala yaratmaqda təkdir. Onun yaratmaqda heç bir şəriki yoxdur. Hər bir şeyi yaratan Allah Subhanahu wa Ta'ala'dır. Allah-u Teala Kur'an'da buyurur ki, bir məna olaraq yaratan da və həmçində əmr vermək də ona aiddir. Yaratmaq da və həmçinin əmr vermək də kimə aiddir? Allah Subhanahu wa Ta'ala'ya aiddir. Və həmçinin biz başqa hədislərdə gəlir ki, biz deyirik ki, yaratmaq ancaq Allah-u Teala'ya aiddir. Biz Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərinin birində buyurur ki, Əhyu mə xaləqtum, yaratdıqlarınıza nəfəs verin. Və sonda necə? Bu, hardan gəlir? Hədisdən gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü ən şiddətli əzaba düçar olanlardan biri də təsvir çəkənlərdir. Canlı şəkli çəkənlərdir. Yəni nəfəs alan bir şey. İtdir, pişikdir, dovşandır, inəkdir, kəpənəkdir, fikir verin, insandır. Yəni bəzi insanlar var ki, işləri bu ilə, portretlə məşğul. Bunlar barəsində Peyğəmbər sallallahu buyurur ki, qiyamət günü ən şiddətli əzaba düçar olanlar bunlardır. Allah-u Teala onlara deyəcək ki, sən özünü mənə mi bənzətmək istəyirdin? Fikir verin, Allah-u Teala hər birimizə göz verir, qaş verir, qulaq verir, burun, ağız, diş, dil, diş, hər bir şey verir. Amma heç birimiz bir-birimizə oxşamır. Heç bir-birimizi qarışdırmır. Subhanallah, Allah-u Teala gör bizi necə yaratır. Hətta bir-birimizi iyilərimizdən tanıyırıq, səsimizdən tanıyırıq. Baxdığımız zaman rəngindən tanıyırıq. Gör Allah-u Teala nə qədər güc və qüvvət sahibidir və necə də gözəl xəlq edəndir.
Allah-u Teala ona deyəcək ki, o şəkil çəkənə, sən özünü mənə bənzətmək istəyirdin, onda elə etmək istəyirdinsə, onda o yaratdıqlarına nəfəs verir. İhyu mən xalaqtum. O yaratdıqlarınıza dirilt, nəfəs verir. Və insan heç vaxt buna qadir deyil və qadir ola da bilməz. Və buna görə də qiyamət günü əzaba düçar olacaqdır. Ona görə əgər kim şəkil çəkəndirsə, buna tövbə etsin. İnsan şəkli, ağac, gül, bunlar başqa. Nəfəs olan bir şeyin şəklini çəkən varsa, ona burun, göz, qaş, dil, dodaq verən varsa, bunun üçün tövbə etsin. Və həmçində evdəki uşaqlarını da bunu etməkdən çəkindirsin. Ki, qiyamət günü evladları əzaba düçar olmasın. Bugünkü gün biz istəyərik ki, ev yansın və evin içərisində də Allah qorusun, uşaq olsun. Neyniyərik? Özümüzü atarıq, pəncərəni sındırarıq. Necə də olur olsun, uşağımızı oradan çıxartmağa çalışarıq da. Düzdürmü? Bəs necə ola bilər ki, biz evladımızı əlindən tutub nə yaparıq? Cəhənnəmə aparırıq. Çünki bəzi valideynlər var ki, onları sırf rəsm öyrənmək üçün, insan şəkli, portret çəkmək üçün, muziki öyrənməsi üçün aparıb çatdırırlar, öyrətirlər. Və necə ola bilər ki, biz onları əllərindən tutub oda aparırıq. Onlar bir tərəfə, onların səbəbi ilə özünüzün də həyatını qaraldırıq. Çünki bir kəs pis bir şeyə yol qoyarsa, öldükdən sonra da onu edən insanların günahı onu başlatan insanın üzərinə gəlir. Allah qorusun, bir müəllimə uşağı insan şəkli çəkməyi öyrətərsə, o uşaq başqasını öyrətərsə, o da başqasını öyrətərsə, bütün bu günahlar onu başlatan insanın üzərinə gəlir və onu edən insanın günahından azalmadan. Ona görə uşaqları bu işdən uzaqlaşdırmaq lazımdır. Və burada gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, yəni, İhyu mə xalaqtum, yaratdıqlarınızı diriltin, yaratdığını dirilt, nəfəs verin. Bəs bunda necə başa düşə bilərik ki, Allah-u Teala yaratmaq Allaha məxsusdur, xəlq etmək. Və burada da Peyğəmbər s.ə.v buyurur ki, yaratdıqlarınıza nəfəs verin. Deməli, insan yarata bilmir. Sadəcə insan bir şeyin surətini başqa bir şeyə keçirir. Yəni, insan bir şeyi yoxdan var edə bilmir. Baxırsınız ki, bir insan şəkil çəkir, pişiyin şəklini çəkir. Düzdür? Pişiyi yaratan kimdir? Allah-u Teala. İnsan özündən bunu ixtira etdi mi? Onun başının, qulağının, quyruğunun, ayaqlarının nə formada olmasını ixtira etdi mi? Etmedi. Sadəcə olan bir şeyi başqa bir şeyə əvəz edir, çevirdi. Deməli, əsl yaratmaq kimə aiddir? Allah-u Teala'ya aiddir. Və həmçində mulk. Ləhu mulkus səmavati vəl ard. Göylərin və yerin mulku ona məxsusdur, onundur. Bəs necə ola bilir ki, bəs insanların da mülkü var. İnsanlar da mülkə sahibdirlər. Bəs biz deyirik ki, Allah-u Teala hər bir şeyin mülkü onun əlindədir. Hər bir mülkün sahibi Allah-u Teala'dır. Bəs necə ola bilir ki, insanların sahib olduqları mülk, İnsanların sahib olduqları mülk sadəcə çox cüzi bir şeydir. Və onların əlindəki o mülk də yenə Allaha məxsusdur. Onlar o sahib olduqları mülkü fikirlərin istədikləri kimi xərcləyə bilmirlər. Necə? Yəni bir insan özünün sahib olduğu mülkü yandıra bilərmi? Yandırması icazəlidir? İcazəlidir. Dinimiz buna icazə verir. Və həmçinin də sahib olduğu mülkü istədiyi kimi xərcləyə bilərmi? İstədiyi yerə xərcləyə bilərmi? Yenə bilməz. Yəni, şəri baxımdan icazə verir. Deməli, onların sahib olduğu mülk müvəqqətidir və müəyyən çərçivə içərisindədir. İstədikləri şəkildə onu sərf edə bacarırlar. Və həmçində bütün işlərin idarə olunması Allah Subhanahu wa Ta'ala'nın əlindədir. Allah-u Teala'nın icazəsi olmadan göydən bir yarpaq belə düşməz. Allahın icazəsi olmadan qəlb bir saniyə belə işləyə bilməz. Gör, hər birimizin qəlbi var. Hər birimizin görmə qabiliyyəti, eşitmə, dad hiss etmə qabiliyyəti var.
və hər biri Allahın izni ilə. Allahın gücünün, qüvvətinin nə qədər böyük olduğu, idarə etməsi və hər şeyin gücünün çatması nə qədər böyük olduğu, hər şeyi əhatə etdiyini bilmək, yəni həqiqətən insan bunun barəsində düşünərsə, Allahın nə qədər qüdrət sahibi olduğunu dərk edir. Deməli, bu məsələdə Peyğəmbər s.ə.v-in vaxtında olan müşriklər buna inanırdılar. Tövhid rububiyyə onlarda var idi. Yəni, onlar bilirdilər ki, göyləri yaratan, yerləri yaratan, hər bir şeyi yaratan, onları yaratan Allah-u Teala'dır. Buna inanırdılar. Və həmçinin də inanırdılar ki, hər bir şeyi idarə edən də Allah-u Teala'dır. Və həmçində inanırdılar ki, bütün mülk, hər bir mülk Allah-u Teala'ya məxsusdur. Ancaq onlar xata etdikləri mövzu ibadət məsələsi idi. Tövhid əl-uluhiyyə idi. Birincisi gəlir tövhid rububiyyə, Allah-u Teala'nı öz əməllərində təkləşdirmək və sonra ikincisi gəlir ki, tövhid uluhiyyə insan öz əməllərində, ibadətində Allahı təkləşdirmək. Deməli, birincisində bütün peyğəmbərlərin ümməti bunu təsdiq edir. Ancaq Firavundan başqa. Firavun deyirdi ki, mən sizə, öz qövmünə deyirdi ki, mən sizə məndən başqa ilah görmürəm. Ənə rabbukumul ə'lə deyir. Mən sizin uca Rəbbinizəm, Firavun deyir. Və çayın üzərində dayanırdı, Nilin üzərində və bax deyirdi ki, bax bu çaylar mənim ayağımın altından axar. Və deyirdi ki, öldürürəm və diriltirəm. Kölələrini gətirirdi, onların birini öldürürdü və o birisini azad bırakırdı. Gördünüz, mən öldürürəm və diriltirəm. Özünü Allah zənn edir, o iddiaya çatmışdır. Və fəxr edirdi çaylarla. Allah-u Teala onu fikirli fəxr etdiyi şeydə, çayın içərisində və həmçinin dənizin suyun içərisində öz ordusu ilə birlikdə məhv elədi. Və o baxdığı an, ora düşdüyü an, zəlir olduğu an, mən deyir, Musanın Rəbbinə iman gətirdim. Mən də deyir, Musanın və İsrail oğullarının iman gətirdiyi şey iman gətirdim. Allah-u Teala buyurur ki, əl-ən, indi mi? İndiyə qədər yer üzündə fəsad törədirdi. İndi mi? Və o zaman, o an tövbə qabul olunmayan bir andır. Deməli, tövbə iki vaxtı qabul olunur. Birincisi, günəşin batdığı yerdən doğduğu zaman və ikincisi də ölüm o boğaza yetişdiyi zaman, yəni tövbələr qabul olunur. Və sonra ikincisi, tövhid-i uluhiyyə gəldikdə isə bu məsələ həqiqətən çox mühümdür. Bütün peyğəmbərlərin də göndərilməsindəki səbəb budur ki, onlar Allaha heç bir şeyi şərik qoşmasınlar, yalnız Allaha ibadət etsinlər, ibadətlərini ancaq onun üçün etsinlər və istədikləri zaman ancaq ondan istəsinlər və sığındıqları zaman ancaq ona sığınsınlar və qorxduqları zaman yalnız ondan qorxsunlar. Yəni, bəzən insan fikirləşə bilər ki, bəs insanın vəhşi heyvandan, zəhərli heyvandan qorxması yenə Allahın acığına gedərmi? Şirk sayılarmı? Xeyr, bir var, təbii qorxu. Yəni, insanın yırtıcı, vəhşi heyvanlardan qorxması təbii qorxudur. Bunda problem yox. De var ki, insan evdə oturur, deyir ki, filan qəbrin sahibi mənə zərər yetirəcək. Evdə oturur və deyir ki, filan ağa, filan övliya, filan şeyh məni məhv edəcək. Yəni, bu qorxu şirkə aparan qorxudur. Allah-u Teala bunu istəmir. Allah-u Teala buyurur ki, qorxduğun zaman yalnız Allah'tan var. İstədiyin zaman ancaq Allah'tan istər. Allah'tan istəyir ki, Allah-u Teala bizi özünə səmimi şəkildə qul olan, onu ibadət edən qullarından etsin. Bir də qalır ki, üçüncüsü, tövhid, ad və sifətlər və ümmətlərin çoxu da, daha doğrusu ümmətin çoxu da ad və sifətlərdə azmışdılar, çoxusu ifrada, inkara, təhvidə varmışdı. İnşallah bunun barəsində də gələn günlərdə danışacaq. Allah'tan istəyir ki, altı eşlik faydalanmaq nəsib etsin. Amin. Biraz çox vaxtınızı alın, halalıq verin. Bu bərəkətli məclisdə bərəkət var. Bəzən biz istəyirik. Buradan çıxıb getdiyimiz zaman ya yatasıyıq, ya çayxanadır, ya yeməkdir, ya içməkdir, ya demək, ya gülməkdir, başqa bir şey yoxdur. Yuxumuzun gəldiyi, yuxumuz gəlir, amma məclisdən çıxdığı zaman yuxumuz da qaçacaq. Və
Harasa iş üçün tələsirik, o işi 5-10 dəqiqə gecikdirmək də ola bilər. Amma bu məclisdə bərəkət var. Bu məclis elə bir məclisdir ki, Allahın mələkləri bu məclisi əhatə edir. Allah Teala bu məclisdə oturanları öz yanında olanlar arasında zikr edir. Və bu məclisdə olanlar üçün Allah Teala mələklər məğfirət edir. Və Allah Teala orada olanları bağışlayır. Hətta mələklər deyir ki, ya Rasul, ya Rab, orada elə bir şəxs var ki, o elm öyrənmək üçün gəlmir, sadəcə yol keçirdi və yaxud da müəyyən məqsəd üçün gəldi. Allah Teala deyir ki, onlar elə bir qövmdülər ki, onlarla birlikdə olan heç vaxt xüsuslarına ziyan tapmaz. Ona görə bu məclislər düzdür, insana sıxıcı gəlir, insana vaxt itkisi kimi gəlir, yorğunluq gəlir. Amma vallahi ki, bu Ramazan ayı bizim üçün bir fürsətdir. Bacaran qədər, yəni onsuz da dünyamız üçün qaçırıq. Bütün günümüz səhərdən axşama qədər baxırıq, ancaq dünya üçün qaçırıq və elə bir şey üçün qaçırıq ki, biz burada qoyub gedəsiyiz bunu. Əli radiyallahu anhadan soruşurlar ki, nə üçün insanlar dünyanı sevirlər, dünyanı tərk etmək istəmirlər və deyir ki, ona görə ki, onlar müvəqqəti qalacaqları yeri bəziyiblər və əbədi gedəcəkləri yer isə xaraba qoyublar. Bəzədikləri yerdən xaraba qoyduqları yerə getmək istəmirlər. Ona görə bu bizim üçün fürsətdir ki, axirətimizi bəzəmək üçün, Rəbbimizi tanımaq üçün, dinimizi öyrənmək üçün və bu qiyamət günü mütləq bizdən soruşulacaq. Vallahi hər bir şey barəsində dünyalıq siyasətdən tutmuş, bitkilərdən, heyvanlardan, necə kökəldilir, necə olanlar var, yaxşı verir, hər bir şeyi bir maşallah bilir. Ancaq dinimizdən başlar. Dinimizə gəldikdə isə biz məsələlərə girmirik. Yəni, bu şəkildə deyir. Əslində, bizdən soruşulacaq məsələ bu özüdür. Dinimizdə. Allahdan istəyir ki, Allah Teala bizi dinində fəqih eyləsin, öz dinini başa düşür, özünə bəsirət, ilm üzərində ibadət edən qullardan etsin. Subhanəkəllahumma və bihamdik, nəşhədu ən la ilahə illa entə, nəstəğfiruka və etûbü ileyk.